Tovuz rayonunun Düzgirik kəndində saxtakarlıq və özbaşınalıq tüğyan edir. Burada vəziyyət doğrudan da ciddi narahat edir. Yerlilər su idarəsinin rəisi Nəsrəddin və muavini Elxan müəllim tərəfindən baş verən məsələlərdən narazıdır. İdarənin icbatından pulu toplayan İsmail kənd sakinlərinin güzəranını daha da ağırlaşdırır. Öncə Nəsrəddin kəndin rəisi qərarlarını dumanlı bir qəhvə ilə verməyə çalışan bir gözəl kəndin məsləhətçisi olaraq, bəlkə də seçki bürosunda elə bir gözəllik təşkil edən şəxsdir ki, xalqın etimadını qazanmaq üçün gülməli şərhlər edə bilsin. Sonra Mavin Elxan müəllim, müdafiə etməyi unuda bilən, amma Quranın pərdəsini açmaq unutmayan kəndin düşüncəli müəllimi, kəndin öyrənməyə həvəsli insanlar isə görünür, onun hörmətli statusunu ciddiyə almır. İsmail pulları yığıb kəndin bankiri kimliyi ilə məşhurdur. Onun gözlərindəki parıltı, pulların qoxusunu hiss etdiyi işarə edir. Hər kəs bilir ki, İsmail pulları yığanda işlərini düzgün yoluna qoymur. Elçin Həsənov kəndin gözətçisi, o əsas məsələlərə sərt yanaşan bir liderdir. Kəndin xeyrini düşünərək, ardıcıl olaraq yeni səs vermə proqramlarını hazırladığını düşünənlər də Rozo istəyən bir lider dövr edər. Və gəldik Mahirə. Nəqliyyat asoyislarının xarici agentinə Nəsrəddinlə quda olduğu üçün arxasında daima daydayının dayandığını bilirsən. Kəndin mədəniyyətini göz bəbəyi kimi qorumaq üçün dayday faktoru ondan tam bir dayaq olur. Nəhayətində Məhəmməd adlı artizan əsl sənətkar kimi əslində pasad edərək ətrafındakilərin ürəyini açmağı bacaran bir göstəricidir. Amma pul alıb satması ilə tanınan belə bir sənətkarlar kənddə tanınmışdır. Bununla belə sənədlər üzərində gizli oyunlar oynanıldığı, pulu alıb satan artizan Rasim tərəfindən saxtakarlıq edildiyi məlum olur. Əslində sənətkar adı altında gələnlər ərzaqçılarının qismini acına açıb bağlayan pasadı pasad edirlər. Ancaq nəhayət pul alan artizan satdığına görə hər yerdə tanınır. Tovuz rayon icra hakimiyyəti nümayəndələrinə müraciət edərək cənab prezidentimizin vətəndaşların rifahı üçün sadiq çalışdığını gözlədiyimizi bildiririk. Çünki yəqin ki, kəndin icması bəlkə də hələ də dost tutan, düşmən sayan bir anlayışa idarə edilməkdən əziyyət çəkir. Müvafiq tədbirlər görülməzsə, kəndin sakinləri öz baba dövrünə dönmək təhlükəsi ilə üzləşə bilər. Ümid edir ki, aidiyyatı qurumlar bu ciddi məsələyə dair müvafiq tədbirlər görərək Düzgirik kəndinin sakinlərinin hüquqlarını qoruyacaq və onları narahat edən saxtakarlıq və özbaşınalığa son qoyacaqlar. Yalnız ədalətli bir idarəçilik sayəsində kəndimiz daha yaxşı gələcəklərə qovuşacaq. Bu cəmiyyətin rifahı üçün olduqca vacibdir. Haqq Səsi TV1 kanalı, Kanal 8 xəbər, Aygün Qərib qızı, Ağcabədi.